Salamlar herkese. Bugün Norveç'teyiz. Almanya'dan gelmişik. Boşaltmalarımızı eləmişik yüklərini. Və yenidən buradan yükleme eləyib Almanya'ya qayıdacağıq. Sizə bir şey bildirmək istəyirəm Norveç haqqında. Bəzi firmalar var Norveç'e gəldikdə bonus vermir. Məsələn bizim firma için daxil. Yani bonus deyəndə artıq pul verilməlidir. Çünki bura gəldikdə burada hər şey bahadır. Yəni sizə demək istəyirəm. Burada bildiyinizdən Avropa ölkələrindən bahadır. Yəni ərzaq falan nə istəyirsiniz burada bahadır. Çünki buranın vətəndaşının maaşı falan normaldır özü üçün. Amma bizə Avropadan gələnlərə yox. Bir də bilirsiniz yoxsa yox, Norveç Avropa ölkəsi deyil. Yəni Avropa Şurasına daxil deyil. Sadece Avropa qitəsində var və iqtisadi anlaşmaları var Norveç'in Avropa ile arasında. Yani bura gəldikdə əlavə bonus alınmalıdır. Eğer bura gəlirsə, yəni istənilən bir iş olsun, işe girdikdə işin rəhbəri öz qaydalarını bildirirsə, siz də ona öz qaydalarınızı bildirməlisiniz. Məsələn, bura gəlmişiksə, Norveç'e gəlməyimiz bizə sərf eləmir Avropa maaşı ilə. Sən tez-tez gəlirik bura. Amma sərf eləmir. Normalında 90% firmalar, bura göndərən firmalar əlavə 15-20 avro əlavə hesablayır sənin oraya getdiyin günləri. Amma bunun kimi bizim gəldiyimiz belə firmalar və aşağı tipli firmalar, düzdür, mən də dəyişəcəm, bu firmada olmayacaq. Amma yəni belədir. Bura gəldikdə ehtiyatlı olun. Adicə bu yoldan belə, bu yola girməmişdən əvvəl. Mən o şeyi görməmişdim də, yəni maşının bir şey ki arxası falan sürüşürdü. Yola nə qədər duz səpsinlər, 13 dərəcə, 15 dərəcə, Avropanın Rusiyası da elədir. Yox, mən Azərbaycandan maşın sürmüşəm, mən sürə bilərəm. Qardaş, nağıl danışma, burada başqadır maşın sürmək. Burada tır sürmək olsun. Çox çətindir. Çox qısa, enli deyil yolları. Sənin bu 2 dənə xətti gördüyün yolda Azərbaycanda bir dənə maşın keçir. Bir nəfər o yoldan keçir. Bir palasada Azərbaycanda. Amma bu hələ enli yolda getdiyim yol. Yəni elə yollar var ki, oradan çıxmaq belə mümkün deyil. Yəni çıxırsan belə haransa dəyir, barışmalısan. Yəni o riskləri alıb gözə Norveç haqqında fikirləşin. Norveç bildiyiniz kimi deyil. Havası da normal deyil. Yəni gördüyünüz indi hava var ha. Yəni həmişə də belədir burada hava. Burada yəni çox ani anlarda görə bilərsiniz ki, bəzi hallarda görə bilərsiniz ki, burada günəş çıxsın və yaxud hava normal olsun. Yəni əksəriyyət zamanlarda hava belə olur burada yəni. Tormozdan istifadə edin, şeyi qoşmayın. Aşağı düşəndə ehtiyatlı olun. Getdiyiniz yolu 2 navigatordan qoşun. Birincisi bu firmanın verdiyi planşetlə qoşulursa, ikincisini də öz telefonunuzda hər ehtimala qoşun. İkisindən birini tutuzdurun. Bu yolda bir də deyim ki, yəni şey önəmlidir burada. Nə qədər ayıq olmağın önəmlidir. Nə qədər texnikadan başa düşməyin önəmlidir. Burada şey önemli değil. Mən 20 il tır sürmüşəm Azərbaycanda. Rusiyada mən KAMAZ sürmüşəm, traktor sürmüşəm. Yəni o değil. O değil. Burada bildiyiniz kimi değil. Burada tam başqa cürdür. Burada sənə planşet verirlər. Planşetlə. Bax polis saxlatdı.